Salam dostlar, ekrana yaxın oturun. Mən sizə indi bir super bir cədvəldən söhbət edəcəm. Bu cədvəl 1% insanlar bilir, çoxları eşələyir, tapa bilmir. Belə bir hesablama sistemi var. İndi özünüz də görəcəksiniz və şoka düşəcəksiniz və görəcəksiniz ki, konseptlər neyse o işim konseptler boş şeydi. İndi bir sizə söz deyəcəm. Gəlin fikir verin. Kısaca bir cədvəlini danışım. 12 yarım ton hesablamadım. Mən sizə əvvəllər YouTube'da video çəkəndə dedim ki, trading bir riyaziyyatdır. Hesablamadım. Və milyardlar qazanan insanların çoxsu da o metodla yanaşır. İndi isə sizə bir sözüm. Bax, burada qiymət yazsam. Bunu adətən H4-də istifadə edirlər. İndi isə bir məqam deyəcəm. Mən niyə qiyməti buradan götürmüşəm? İndi səbəbini sizə izah edəcəm. Və buradan yazdığım qiymət düşür ortalama. Ortalama 12 ton. Ancaq 12 ton gedir bu. 12 yani 12 ton hesablayır ve 12 ton mənfi ve 12 ton müsbət səviyyələr var. Qiymətin hərəkət. Bunlar nədir? Bunlar səviyyələrdir. Hansı ki həmən səviyyələr qiymət məsəl üçün bu hissədən bura gəlib çatanda dəstək və müqavimət rolunu oynaya bilər. Əgər qırdı keçdisə deməli artıq dəstək rolunu oynayacaq. Yəni qrafikdə göstərir. Və bunlar hamısı bunları mən göyünə işarələmişəm. Bunlar isə yəni də bu yaşılla işarələmişəm. Haqqında da qısaca məlumat yazılıb. Bu cədvəli 1% insanlar eşəliyir, tapır, ondan sonra başlayır tətbiq. İstəyir future, istəyir forex, fərq yoxdur, hansı olursa. İndi isə gəlin biz sizə diqqətlə baxa görə bu cədvəl vasitəsilə necə insanlar işləyir və necə insanlar uzun müddətlərdə pluslarda kalırlar, hansı ki konsept bilmir, konsept oxumuyor. Neyse, yaxınlaşa bir cədvəlimizə bu rəqəmləri biz qeyd eləmişik, indi götürmüşük və yaxınlaşırıq, baxırıq. İndi cədvəlimizə baxırıq. Mən bu qırmızı niyə qoydum? Bir dəqiqə. Aha, fokusdansı 3120-76'dan götürdüm. Yani lübboy bir açtım, bir daha baktım ki ümumi təkan hardan olub. Fərq eləməz. Adətən buradan da götürə bilərdim. Eyni şey olacaqdı. Hesablamalar 12 tondur deyənə bunların arasındaki məsafələr eynidir. Bundan da bunun arasında məsafə, bundan da bunun arasında məsafələr eynidir. Yəni 12 ton yarımlıq hesablamalardır bunlar. Buradan da götürsəydim, buradan da götürsəydim, bu bir yerdən götürdüm, fərq yoxdur, buradan da götürsəydim, yəni bu önəmi yoxdur burada. Adətən bunu H4'də istifadə edirlər. Yəni H4'də götürdüm, sizə bir məqam bir məqam göstərdim. Buradan götürdüm. Buradan qalxış hissələri fikir və dəstək və müqavimət rolu oynaya bilər. Demək, burada necə eləyirlər insan? Aşağıda göy hissəsi sel zonaları. Yəni bu qiymətdən aşağıdır. Tək sel sayımır. Bu aşağının dəstək və müqavimət yerləridir və yuxarının dəstək və müqavimət. Qiymət gəlib çatmamışdan əvvəl dəstək və müqavimət yerləri təyin olub. Daha mən buradan götürsəm, mən keçmişə baxıb görəcəm ki, avtomatik olaraq bu rəqəmləri mən özümdən çıxarmamışam. Orada qayıdın qrafikə baxın. Orada qrafik özü avtomatik olaraq hesablayır. Qiymətin hərəkət metodu var. Sizlər onu bilməzsiniz. Sizlər bence konsept nə bilim, ACD belə gəldi, nə bilim, AM-də verdi, nə bilim, nə verdi, necə verdi. Nə bilim. Hər neyse, indi biz keçmişə baxaq. Buradan götürmüşük səni də aşağı hissələrə. Bu tək keçmiş deyil. Sadəcə qiymət bax bu hissələrdən də dönüş eləyəndə bu hissələr dəstək və müqavimət yolların oynaya bilər. Əgər tutalım ki, bunu qırdısa, insan girəcək gücü selə. Avtomatik olaraq seldə qalacaq və insan beynində gücü sel qalacaq və uzun müddətdə də, məsələn 2-dən 3 dənə əməliyyat açsa uzun müddətdə seldə qalacaq. Niyə? Səbəb odur ki, və yaxud da yarısını bağırıb yarısını saxlayır. Çünki növbəti bir xəttdə avratka gələcək, insan xəttlərə görə işləyir. İndi isə keçmişə diqqət baxaq. Bu hissə fikir verin necə də dəstək və müqavimət zonasını oynayıb. Sonra bu hissədə fikir verin neçə dəfə 1, 2, gözünüzmü? Mən vecimə deyir burada bu hissələr. 1, 2 oynayıb. Bu hissələrdən güclü dəstək və müqavimət rollar oynayıb keçmiş heç. İndi məndə pulsuzdur deyənə trading yox. Dostlar, lap arxaya baxmaq olmur da. Müəyyən qədər şamları göstərdi. İndi söhbət indi şamlardan getmir.
Söhbət əsas məqamlardan gedir. Və təzəvvür tutam ki, bu momentdə insan bu yerdən qoyub və insan artıq yuxarını da qeyd edib aşağını da. Əgər aşağı düşsə, o beləcə bu zonalardadır, yuxarı düşsə. İndi mən yuxarını başa salacağım, çünki yuxarı bir də qrafik, tərsinə də aşağı buradan dönən vasitəsilə. İndi fikir verin. Dostlar, bu hissədə görürsünüz, dəfələrlə bu dəstək və müqavimət dəstək və müqavimət zonasını oynayır. Bu insan gələndə bu hissəyə çatanda selə verir, buranı qalxdısa baya verir. Məsələn, bildinizmi? Müəyyən hissəyə gələnə yaxın görür, bura gəlirsə, bu verir baya, gördü, qırdı, keçsə verir selə. Məsələn, bu hissədə biraz verib selə. Təzdən gəlibsə baya verib. Gör, insanlar adi heç bir konsept işlətmədən, ICT, projection belə gəldi, projection elə getdi. Amma bunu, bu cədvəli sən öz sifariş bloklarına birləşdirsən, analiz eləsən. Bax, belə bir nəticə. Qiymətin müəyyən hissələrdə dəstək və zonla rastlaşa bildiğini. Yəni, buradan, sonra qalxışdan, bu hissəni fikir verir, qırdıqda insan girir artıq, bir dəqiqə böyüdüm, insan girdi baya, işlən metoddan gözlədirəm. Görürsünüzmü, H4-də artıq, uzun müddətli qalıqıydı. İnsan buradan girdi baya və buradan artıq fikir və təkanı da dajı buradan götürür. Növbəti hissədə, fikir verin, bura yaxınlaşana yaxın, insan açır abratka. Çünki fikir verin, dəstək və müqavimət zonalarıdır. Görürsünüzmü, oynaya bilər. Açdı mı bir parti, gəldi. Xeyr, hələ bunu bağlamayıb. Burada məsələn 2 dənə 3 dənə açıbsa biri qalır. Niyə? Çünki səbəb bura hələ tam gəlib bunu stopuna aparmıyor. Çünki növbəti hissədə burada qırdıqda insan girdi baya. Təzdən gəldikdə fikir verin, bunu mən özümdən kəşf eləmişəm, bu hesablamadır. Görürsünüzmü, qiymət necə hərəkət edir. Yəni, müəyyən bir dövrdə, hansı bir dövrlərdə qiymət, dəstək və müqavimətlə rastlaşa bilər. Fikir verin, qırdısa baya girdi, təzdən gəldi və s. belə davam elə. Fikir verin, abratka gəldi buranı da, fikir verin, toqquşur, bir balaca düşür, sonra təzdən qırır, gedir, fikir verin. Gəlib bu hissəyə yaxın, təzdən buradan qırdısa, buradan baya açdı insan, uduzdu. İndi aşağı gedirsə selə girir, selə girdi. Təzdən gəlirsə buradan artıq bu işi müqavimət rolunu oynayıb, bir dənə selə girdi və artıq buranı qırdı, getsə baya və beləncik də insan özün üçün uzun müddətli əməliyyatlarda olur. İstəyir future-də, istəyir forex-də, fərq eləməz. İndi qiymət bura yaxınlaşırsa pay verəcək. Buranı qırsa, insan sel verəcək. Buranı qırsa. Dostlar, davam edirik. Telefonda nəsə nasazlıq olur. Və insan fikir verin, mən indi yuxarılarda qoymuşam. Hələ heç yuxarılara qiymət gəlib çatmıbdır. Fikir verin, mən artıq biləm ki, hansı bir qiymətlərdə təqribən dəstək və müqavimət yerləri oynayacaq. Fikir verin. Çünki dəfələrlə yoxlanılıb. 1 yoxlanılıb, 2 yoxlanılıb, 3 yoxlanılıb, fikir verin. 4 yoxlanılıb, 5 yoxlanılıb, 6 1, 2 yoxlanılıb, 7 yoxlanılıb, görürsünüz, 8 yoxlanılıb. Deməli, bu düzgün yerdən götürülüb. Fikir verin, daha ki sizə mən bu videoları çəkməklə var, çəkməklə. Bu ki, hansı ki düzgün yerdən götürürəm və ölçüb biçib. Bəziləri qaçacaq, bir dəqiqə xəttlərini atacaq, həmən yerlərdən videonu pauza edib atacaq. Qiymətlər bura gələndə başlayacaq qazanmağa. Sonra da deyəcək ki, Puppet Trader böyle boş şeyler danışır. Amma bu videonu çəkməklə sizə çox sirləri açıb deyirəm dostlar. Sizin görmədiyiniz sirləri deyirəm. Hansı ki konseptlərdə illərlə yatdıq. İndi bunları qeyd ediblər. İndi başlayacaqlar, sabahdan yerlərini qeyd edəcəklər özləri üçün. Deyirəm, o vaxtda biri mənə belə yazmışdı ki, müəllim çox sağ ol. Bəzən sən videolar çəkəndə deyim, mən baxıram, deyir, oradan götürürəm, deyir, gedirəm, orada pluslara çıxıram.
Aynı bakacağım bu. Dəqiqə ben götürdüğüm yerdə bir dəqiqə var. Rəqəmləri pauza edib dəqiqə. Rəqəmləri pauza edib o hamısını baxacağım. Gəlin mən sizə ondan yaxşı qrafiki göstərdim. Gəlin bax, doyunca baxın, Ben paxıl insan deyirəm, baxın. Gəl. Gözüm maksimum altı. Buradan böyle yukarılarda şey. Buradan da böyle aşağılarda. Gator'in özü kızıl kaldı sizin çünkü. size bir tane uzun müddetli bir tane analiz verdim. Gedin kefilin uzun müddetli təsəvvür edirsiniz. Gölə ki de uzun müddetlidir bu. Gedin elinizi koyun başınızın altına yatın kefilin. Qiymət qalxsam 6000-nə qədərə kimi gəlsəm cəftəsi onun o tərəfə hesablamağı biraz dəyişməliyim axı başqa cür. 6000-ə kimi düşdü, qalxdı, füsuqdardı. Yəni nə bilim oğlum. Gedin kef edin. Bu xəttlər dostum xəttlər boş şeydir. Bu xəttlər boş şeydir. Konsept yaxşıdır, konsept. Hani boş danışır da Popüte Trader. Popüte Trader 1% insanların bildiğini ise değil. 1% insanların. 99% yok. 1%. Fikir verirsiniz mi? Buradan qalxışda ne kadar rol oynuyor. Bir dəqiqə sizin bu xəttimiz dursaydı burada. Bu heç nə demirəm. Bu bir dənə bu xətti. Baba bir dənə. Ondan sonra bu biri xəttlərimiz dursaydı. Siz qızılı bir dəqiqə sökmüşdünüz, xəbərimiz var. Qızılı da qızıl qoymayacaqdınız. Təsəvvür edirsinizmi? Sizin artıq burada açıqda olan əməliyyatınız qalmışdı ki, baba yuxarı nə qədərəcək. Şimdi neçə dənə əməliyyatınız bir burada qalacaqdı, bir burada qalacaqdı açıq əməliyyatlardan biri. Bir burada. İndi burada heç müəyyən qədər gəldi, tam ki, aparatka gəldi, stop elədi. Və yaxud da xeyrivi götürdün və yaxud da gördün geri dönüşdə. Fərq eləməz. Axır ki, fikir verin, ham. Dəstək və müqabı hissədə ucu qalxmalıdır. Bunu siz görmürsünüz. Dicə Popüte Trader özündən çəkib. Və bu hissədə niyə qiymət oynayıb? Çünki qiymətin hərəkət metodu 12,5 tonluq metodunda hərəkət edir çox zaman. Yani Amerika kəşf eləməmişəm ama bu riyazi üsullardı. Trading ümumiyyətcə riyazi üsullardı. Çox zaman riyazi üsullardı. Məsələn, indi sosial vəcə William Qanı hansı metodda yaxşıdır? Verqan, üstə qəbaba bu cədvəl. Bax, ikinci bu cədvəldir. Birinci verqandır, çəkmək metodunu sizə göstərmişəm. İkinci bu cədvəl. Bildiniz mi? Videosu var, girib baxa bilərsiniz verqanı çəkmək. İkinci bu cədvəl, dostlar. Ən super. Növbəti videolarımızda danışanda növbəti mövzular haqqında onlardan deyəcəm sizə. Hələlik ikisidir. Bu cədvəl 12,5 tonluq və 12,5 tonluq hesablama 12,5 tonluq səviyyələrdir. Yəni bu da hesablamalarda gözük. Hamısı xüsusi xırdalığını açan qeyd o. Bəzilərində var 12,5 tonluq, amma düzgün hesablamır onlar. Onlar da başqa cür hesablayır, o düzgün hesablama deyil. 12,5 tonluğun hesablaması belədir. Yəni, kimsə VIP qrupumuza istəyirsə, YouTube'da baxırsa, TikTok'da baxırsa, kommentdə yaza bilər, əlaqə saxlayaraq Telegram deyirəm, hələ Telegram gedir. Telegramın linkini verərəm sizə, yəni profilimi, yazarsınız mənə. Giriş 100 dedi. Bizim VIP qrupa giriş 100 dedi. Bütün gələcəkdə olan məlumatların hamısı təmənnası olaraq paylaşılacaq sizlər üçün. 100 dedi. Bunu Future'də də yoxlaya bilərsiniz, Forex'də də yoxlaya bilərsiniz. Gedin yoxlayın, baxın, görün necədir. VIP qrupda olanlar gedib yoxlayacaq. %100 biləm qaçacaq. Qaçacaqla yoxlamağa. İndi siz də istəsiniz gələ bilərsiniz. Amma bilin də
Ancaq giriş 100'dür. So, başqa nə varsa hamısı pulsuz paylaşılacaq VIP qrupda. Bu cədvəlin hamısı da VIP qrupda paylaşılır. Fikir verin, bundan əvvəlki paylaşdığım video VIP qrupda cədvəli paylaşıldı. Sonra burada cədvəl paylaşıldı. Göz, bütün hamısı cədvəllər VIP qrupdadır. Gələcəkdə ki, növbəti fayllar və yaxud da sirri videolar VIP qrupda olacaq. Hələlik dostum.